Şok. Əzizlərim, bugün sizi şok edəcək bir evlə tanış edəcəyəm. Evimizə baxın, maşallah, bəzəkli gəlində. Yəni ev yiyəsi də, xanım da evi çox gözəl, təmiz saxlayır, yüzü ağ olsun. Deyir, evlərə baxdım, evimdən iyrəndim. Evlərə baxdım, evimə pirrəndim. Valla iş adamıdır, o uşaqla, uşaqlar özləri nadir uşaqları. Ondan ki, bu evi belə saxsa halaldır ona valla. Çiçək kimisən, amma görsən cavan gəlində gedirsən, özüm qolumu çırmayıb kömək eləməyib, ya evi yığışdıraq, kommentdə yazacaqlar ki, bu nə bilmirlər ki, çəkiliş verir, evi nə gün də saxlayır. Allah canını sağ eləsin, əzizlərim, bütün qadınlarıma tövsiyələrim odur ki, vallahi təmizlik yaxşı şeydir, ruzi bərəkətən təmizliyə gəlirlər. Bax, bura əzizlərim, bizim qonaq otağımızdır. Bura bizim mətbəximiz. Bura sanuzel. Bura ailə yataq otağıdır. Burada belə bir otağımız var. Burada uşaq otağıdır. Əzizlərim, evimiz Zabratda yerləşir. 307 nömrəli, yəni məktəb tərəfdir. Qayının sağ tərəfi tanımayanlar deyirəm, bizim yola da çox yaxındır. Qiymət 115.000 manatdır.